Salam, dəyərli müsəffiyyətimiz, dəyərli qonaqlarımız. Hər birinizə təşəkkür edirəm, zamanınızı ayırıb bizim burada çıxışımıza gəldiniz. Təbii ki, bu zəhmətli yolları keçən təqdimat olundu. O valideynlərin hamısına ürəkdən təbrik eləyirəm. Gerçəkdən qəhrəman anadılar. Mən də bugünkü mövzuda öz başarı hekayəmizdən bəhs edəcəm. Beynin funksional gücünün integrativ tip ilə bərpası mövzumuz. Təbii ki, burada autizm kəliməsini istifadə etmək istəmirəm. Çünki bir halda ki, sağala bilən autistik spektrumdan bəhs edəcəksək, bu beynin funksional gücünün itirilməsidir səbəbi və bunu necə bərpa etmək lazımdır, bu mövzuda çıxış eləyəcəm. Öncəliklə sağlam beynin fizioloji bir anatomiyasından, fiziologiyasından bəhs edim. Neyroinkişaf nədir? Sağlam beyindəki neyroinkişaf 4 mərhələdən keçir. Birinci, neyron hüceyrələrinin böyüməsi, miyelizasiyası, neyron bağlantılarının uzanması, seqreqasiya, qısa diapazonlu əlaqə, funksiyanın lokallaşdırılması, şəbəkənin inkişafı, üçüncü mərhələ inteqrasiya, neyronların funksiyona əlaqədən inkişafı, sinxronizasiya və beynin lateral inkişafı və beyin yarımkürlərinin inteqrasiyası və budalanma. Bunlar nədir? Yəni, beyin sapı, öncəliklə primitiv bir beynimiz beyin sapıdır. Beyin sapından bir çox çəkirdəklər, yəni nüvələr yerləşir. Hansı ki, həyatı vacib mərkəzlər məhz bu beyin sapındadır. Medulla pons bölgəsi. İlk olaraq bizim bilirik parasimpatik sinirimiz var, simpatik sinir sistemimiz var. Amma ilk olaraq sağ beyin mi öncə inkişaf edir, sol beyin mi inkişaf edir? Bu suala necə yanıtlaya bilərsiniz? Yerdən cavab vermək istəyən varmı? Yoxsa hər iki beyin bir anda mı inkişaf edir? Sol yarımkürə, sonra? Təbii ki, ilk olaraq sağ yarımkürə inkişaf edir. Ona görə də ilk 3 ildə uşaqların duyğuları və neyroemosional mərkəz öndə olduğuna görə ilk uşaqda biz körpələrimizə akademik həyatı yox, nəyisə öyrətmək yox, tez rəqəmləri öyrənsin, tez ingilis dilini öyrənsin yox, öncə duyğularımızı aktaracağıq. Yəni, bizim uşağa heç danışmadan bədən dilimizlə verdiyimiz o enerji birinci növbədədir. Ona görə də ilk 3 ildə buraxın nənə, baba hər hansı bir kəlmə öyrənsin, nitqi gəlirsin, öncə biz onlara duyğularımızı verməmiz lazımdır. Beləliklə, beyin sapından öncəliklə bu çəkirdəklərdən, dorzal ventral çəkirdəklərdən parasimpatik sinir öncəliklə inkişaf edir. Təbii ki, bizə anatomiyada, fiziologiyaya keçəndə parasimpatik sinir sistemi eyni zamanda inkişaf edildiyini söyləmişdi. Ancaq indi biz bu uşaqları, bu özəl uşaqların həyatını öyrəndikcə, kəşf etdikcə bildik ki, hər şeyin bir sıralaması var. Bu sıralamanın birinci sırada parasimpatik sinirdir. Yəni, daha rahat, daha duyğusal, daha sakinlik yaradan, bədəndə sakinlik yaradan bir parasimpatik sinirdir. Bəs nəyə görə bu parasimpatik öncəliklə lazımdır? Körpələrin tonusunu düzənləmək üçün, onların əzələ gücünün, koordinasiyasının, sosiallaşmasının, empatiya qurmasının, sağlıqlı göz təması qurması üçün təbii ki, birinci parasimpatik sinir sistemi lazımdır. Daha sonra nə üçün lazımdır? Anadan gəlmə primitiv reflekslərin gözəl inkişafı və inteqrasiyası üçün. Çünki yeni doğular doğulmaz körpə ilk olaraq pediatra verilir. Ona görə də ən böyük məsuliyyəti pediatr daşıyır və ilk 30 saniyədə apqar dəyərləndirmə dediyimiz uşağın bütün reflekslərinin, həyatı vacib mərkəzinin, yəni ürəyinin, ağciyərinin və bədən dəri rənginin bir göz qırpımında dəyərləndirməsi lazımdır. Məhz bu reflekslər, hansı ki palmardır, morudur, plantardır, bu reflekslər, primitiv reflekslər elə doğum salonunda dəyərləndiririk, onunla da bitir. Amma sağlıqlı pediatrik kontrollarda maalesef bu reflekslərin müayinəsini unuduruq. Çünki biz sadəcə hər zaman anadan gəlmə var olduğunu və yaxud da olmadığını bilirik, amma 4 ünsürdə bu ola bilir. Ya bu refleks anadan gəlmə inkişaf etməmişdir, bu təbii ki, bir çox həyatı vacib mərkəzlərinin
daha risk altında olduğundan xəbərdardır, ya vardır, həddindən artıq vardır, ya vaxtından erkən inteqrasiyaya gedir. Yəni normalda 5 ayına, 6-cı ayında mororefleksi itməlidir, amma daha 2 aylığında bitir. Və yaxud da 4-cü sırada isə bu primitiv reflekslərin heç bitməməsi. Çünki heç bitməməsi də bir patologiyadır, onlara toxunacağam. Bayaq söyləmişdik, sağ hemisfera neyrodavranışımızdan və sağ hemisfera ilk inkişaf edən bir beyindir. Sağlam göz təması üçün duyğu və duyu sisteminin sosiallaşmamızı, güclü immun sistem formalaşması, çünki bu uşaqlar tez-tez xəstələnir. Niyə xəstələnir? Çünki sağ beyin etkilənib. Ürək qan damar sistemidir, tənəffüs sistemidir, həzm traktıdır. Yenə sağ beynin parasimpatik sinirlərinin inkişafı birbaşa buna təkan verir. Bədən dili ilə anlatma, monotonluğu sevməyən mərkəz, təhlükənin fərqinə varmaq, obyeklərin tamamını bütöv şəkildə görə bilmək, koordinasiya, motor funksiya, əzələ tonusu. Gördüyünüz kimi bunlar autistik spektrumun məhz simptomlarını sayıram, düzdürmü? Demək ki, bu simptomlar inkişaf etmirsə və patologiyalar varsa nədir? Sağ beyin defisidir. Demək ki, autizm bir diaqnoz olaraq ortadan qalxsa, başqa nə diaqnozu qoya bilərik? Sağ beyin defisidir, sağ beyin yetməzliyi, sağ beyin inkişafının sol beyindən geri qalması. Məhz bu ilk 3 ildə telefondan uzaq qalmasının səbəbi budur. İlk 3 ildə ana-ata daha çox uşağa zaman ayırması gərəkdiyi budur. Üçüncü, əmzirmə zamanı uşaq anaya göz təması ilə baxmalıdır. Çox təsadüf edirəm. Ana uşağını yedizdirir, amma bir əlində telefon. Uşaqla göz təması qurmadığına görə beyin inkişafında da geri qalma ola bilir. Yönəlmə refleksi və əmmə refleksi. Bunlar ikisi bir-birindən fərqlidir. Maalesef yönəlmə refleksi ilə əmmə refleksi əgər yoxdursa, sadəcə yönəlmə ilə uşaq bundan sonraki əmmə funksiyasını yaxşı icra edə bilməyəcək. Bəslənmə mi, yoxsa ruhsal sakinlikmi? Biz sadəcə uşağın körpənin qarnını doyuzdurmuruq. Əgər ana psixolojik olaraq rahat deyilsə, təbii ki, o stres hormonlarının vasitəsilə, stres kortizolu ana sütü vasitəsilə körpəyə ötürür. Və ilk 3 ildə, ya ilk 3 il əmzirmə zamanında əgər ana yüksək stres altındadırsa, bu kortizollar uşağın beyin inkişafının ləngiməsinə gətirib çıxardacaq. Və yenə bu əmzirmə ilk olaraq doğum salonunda olmalıdır. Bəli, normal doğum, əgər hər hansı bir komplikasyon yoxdursa, ginekoloq həyatı vacib bir risk altında deyilsə, mütləq ki, normal doğulmalıdır. Çünki normal doğumundan sonra göbək ciyəsi kəsilmədən əgər məməyə qoyulursa, sinəyə qoyulursa körpə, o zaman uşağın inkişafını bir adım ötə götürür. Və gəldik ki, bu palmar reflekslərdən birinci refleks başlayırıq. Nəyə görə uşaqlar əl sallayır, əlini çırpır? Yəni, təbii ki, burada psixoloqlar, psixiatrlar da vardır. Yəni, bu hərəkət, stereotipik hərəkətlər, bunu görən kimi həmən uşağa autizm adı qoyuruq. Amma bu nə deməkdir? Bu stereotipik hərəkət nəyi göstərir? Yəni, yox, əl, stereotipik hərəkət. Bu nəyi göstərir? Və bu hərəkəti olan uşaqda nəyə baxmalıyıq? Bu təbii ki, pediatrik bir müayinədir və pediatrik müayinədə əgər uşağın normalda 4-cü, 5-ci ayında palmar refleksi inteqrasiya olmalıdır. Əgər inteqrasiya olmursa, o deməkdir ki, xarici mühitdən gətirən, daxilə gələn stresi bədən əngəlləyə bilmir, qarşısını ala bilmir və bu stresin də cavabı olaraq bunu göstərir. Yəni, ana, ay həkim, məni anla, məndə stres var, mən çox stres altındayam deyir. Amma biz onu anlamırıq. Məhz zəif qələm tutuşu, əzələ gücünün zəif olması, zəif görmə koordinasiyası, əl və görmə. Az öncə doktorumuz da söylədi, gördüyünü kağız üzərində yansılaya bilmir, yəni tamamını götürdə bilmir. Nəyə görə? Çünki əl və göz koordinasiyası tamamlanmayıb. Dil nitq inkişafında da geriləmə məhz bu palmar refleksin inkişaf uzun sürməsinə əlaqəlidir. Aktiv moro refleksi. 5-6 ayında moro refleksi artıq bağlanmalıdır və bitməlidir. Amma 5 yaşında, 6 yaşında uşaq gəlib hələ də moro refleksi var.
Təbii ki, bu asanlıqla diqqəti yayınır. Bu uşağın işıq və səs toxunma kimi həssas qıcıqlara qarşı yüksək həssaslıq göstərir, dürtüsəl və aqressivdir. Və təbii ki, bunların hamısının yapılan müayinə üsulları var, ancaq burada göstərə bilmirik. Qəzəb və emosional partlayışlar olur. Yəni, bir anda səs çıxardır, bir anda anlamsız səslər və yaxud da yine az öncə söyləyəcəyimiz uşaqda heyvani səslər çıxardır. Nəyə görə? Biz ona gülməməliyik və yaxud da o səsi çıxartmasını əngəlləyən nevroloji dərmanlarla baskılamamalıyıq. Biz onu anlamalıyıq, anlamaq. Yəni, bu uşaqda hələ də itib getməyən anadan gəlmə refleksi var. Və bu cür uşaqlar asmaya meyilli olurlar. Yəni, durduq yerdə ağır asma deyil. Bir də iki cür var. Beyindən gələn allerjik asmalar və yaxud da bağırsaq mikrobiota pozğunluğu nəticəsində gələn allerjik reaksiyalar. Bunu ayırt etməliyik. Məhz aktiv mororefleksindəki uşaqlar allergiya, asma beyindən gəlir. Aktiv tonik labirint refleks. Bunun inteqra olmaması, koordinasiya dizbalanslığı, əzələ hipertonusu, diqqəti cəmləməkdə çətinlik, postur zəifliyi, uşaq gəlir iki büklüm sual işarəsində. Biz onu reabilitasiyaya göndəririk, fizioterapevtə göndəririk və düşünürük ki, hər hangi bir sümük problemi var, yəni skalyozu var, amma bununla bağlı deyil təbii ki, beyinlə otonom sinirlərin inteqrasyon problemidir. Aktiv tonik boyun refleksi, bu uşaqda hipotonus, zəif əl-əzələ koordinasiyası, diqqət problemi, yaxın və uzaq objeləri arasında baxmaq problemi, yəni bunları ayırt edə bilmir. Bir obje görəndə onun uzaqdamı və yaxındamı olduğunu anlaya bilmir və getdikcə çarpır, yəni hər şeyə çarpır, toxunur və biz deyirik ki, məsələn, el arasında körsən, görmürsən. Xeyr, o körsən, görmürsənin də tibbi anlamı var. Yəni, bu uşaqda aktiv tonik boyun refleksi inteqra olmayıb deməkdir. Asimetrik tonik boyun refleksi, bu uşağın da müayinəsini çəkmişəm. Əslində, bu uşaq sağlamdır, 5 yaşında uşaqdır, amma diqqət dağınıqlığı var, odaqlanmada problem var və anası deyir ki, 5 dəfə deyirəm, sonra anlayır. Hansı ki, autizm deyil, sağlamdır. Amma sağlam uşaq əgər ki, bu problemlə davam etsə, məktəb yaşında başarısız olacaq və məktəbdə müəlliməsi tərəfindən valideyn çağırılacaq. Sizin uşaqda dürtüsəllik var, diqqət dağınıqlığı var, psixoloqa götürün deyəcəklər. Məhz gələcəkdəki problemi nə yapdıq? Doktor onu önləm yapdı. Yəni, qabağını almağa yönəlik tədbirlər gördük. Keysəriyyə ilə doğum nəyə görə zərərlidir? Düzdür, mikrobiota çox önəmlidir. Bu baxımdan normal doğuşumu tərcih etməliyik. Keysərlə doğulan uşaq mikrobiotasını anadan ala bilmir. Tamam, amma neyroinkişafına nə cür təsir göstərir? Yəni, normal doğumla keysərlə doğumun arasında neyroinkişafdakı təsirini nə cür qələmə verə bilərik? Buyurun. Neyroinkişafdakı təsir. Bəli. Bəli, çox önəmlidir, çox düzgün vurğuladınız. Həyata tutunma gücünü əldə edir normal yolla doğulan. Bundan da əlavə etmək istəyirəm ki, o primitiv refleksləri ki saydıq, bu reflekslərin daha güclənməsi üçün o hər dəfə doğum kanallarından ilərləyəndə, hərəkət edəndə, məsələn, ginekoloq əslində uşağın doğulmasına yardımcı olur. Yoxsa doğulan uşaqdır, yəni körpə özüdür. Və hər dəfə o normal kanallardan ilərlədikcə, uşağın başı sağa, sola döndükcə onda aktiv boyun refleksi ortaya çıxır. Ondan sonra daha gücdən çıxa bilmirsə, əlini sıxır, palmar refleksini ortaya çıxardır. Sonra o vagen yollarını keçərkən yalama hissi yaranır və əmmə refleksi ortaya çıxır. Ona görə də normal doğumların sayı az, keysəriyyə yolla doğulan uşaqların sayı çox olduğu üçün bunlar əmməni rədd edirlər, yəni əmə bilmirlər. Əmə bilmədiyinə görə ilk kolostrumu ala bilmirlər. Məhz bundan sonra da bir çox mikrobiota bozukluğu özünü arxasınca gətirir. Qalant refleksi.
Yalnız bir tərəfdə aktiv olarsa skalyoza meyilli, amma iki tərəfdə problem olarsa yataq islatma, paltar geyinmədən sevməz, qıcıqlanması olur. Bunun müayinəsini, videosunu çalışdırım. Məsələn, bu uşaqda normal, sağlıqlı uşaqda autizm deyil. Bu uşağın qardaşı ilə mən məşğul idim. Qardaşı autistik spektrumuydu. Amma bacısını da bir kontrol edək dedi anası və baxın, 9 yaşında uşaq hələ də qalant refleksi pozitivdir. Nə şikayətləri var? Tez-tez xəstələnir, allergik şikayətləri var və diqqət dağınıqlığı, hiperaktivliyi var. Təbii ki, hər zaman çox da autizm spektrum kimi qabağımıza çıxmayacaq uşaqlar. Bu şəkildə neyroinkişaf gerilikli uşaqları da seçməmiz lazımdır. Bəs deyəcəksiniz ki, belə sual olar. Fizioloji likiqat haqqında nə deyə bilərsiniz? Likiqatın da fiziolojisi olur, değil mi? Şimdi ilk doğulan zamanı körpənin bağırsaqları keçirici olmalıdır. Nəyə görə bu keçirici olmalıdır? Ana sütü vasitəsilə, ana sütündə makroimmunoglobulinlər bağırsaqdan qana keçib, qandakı körpənin sümüyünü aktivə etməlidir və neyroimmunizasiyanı başlatmalıdır. Ona görə də bu körpələrin bağırsaqları keçirgən olmalıdır və ilk 18 ayda bağırsaq bağlanmamalıdır. Necə önəmgək 1 yaş yarımına qədər açıq qalmalı, yaş yarımdan sonra bağlanmalıdır. Eləcə də bağırsaqlar keçirgənliyi 18 ay açıq olmalıdır. Ona görə də 18 aydan sonra başlayır bu autizm diaqnozu qoyulmağa. 18 ay çox önəmlidir, çünki ilk 18 ayda daima hər zaman ana sütü daxil olmalıdır uşağın orqanizmasına ki, bu keçirgən bağırsaq vasitəsilə immunoglobulinlər beyni keçsin. Başqa nə keçir? Aminoasidlər. Bu aminoasidlər və immunoglobulinlər sadəcə immunitetin güclənməsi üçün deyil, neyroinkişafda bu simpatik sinirlərin miyelinizasiyası üçün önəmlidir. Miyelinizasiyası üçün. Və hər şeyin də bir zamanı var. Ömür boyu əgər bu bağırsaq boruları davam etsə, bağlanmazsa, bu o zaman qalıcı patolojik likiqata çevrilir və patolojik likiqat isə nə yapır? Bu uşaqlarda glutenə qarşı həssasiyyət, kazeina qarşı həssasiyyət, bir çox seçici qidalara qarşı həssasiyyət. Nəyə görə autistik uşaqlara gluten zərərlidir, amma normal uşaqlara zərərli deyil? Məhz bu sualın cavabı budur. Aktiv plantar refleks, barmaq ucunda gəzən uşaqda bu refleks bağlanmır. Əzələ inkişafındakı refleks inkişaf. Yəni, biz əgər bu uşaqların multikompleks yanaşmadan bəhs ediriksə, bunların biri də əzələ sistemidir. Əzələ gücünü sıxdığımız zaman, onlara güc tətbiq etdiyimiz zaman əzələdəki və sümüklərdəki proprioseptik reseptorları aktivləşdiririk. Məhz bu reseptorlar nə edir? Daxili dünyasına dönür uşaq. Yəni, hansı ki, öz dünyasından qopmuşdu, daxili dünyaya dönür və artıq anası deyir ki, doktor hanım, artıq uşaq anlamağa başladı. Bəli, amma ona fikrimi izah edə bilmirəm ki, siz vaxtı ikən deyirdiniz ki, uşaq çox güclüdür, bir şapalaq vurur ki, yerimdə qalıram. Xeyr, bu onunla ölçülmür. Dil nitq inkişafı üçün 8 sensor aktivlik. Birinci sallanma. Sallanma uşaqlara çox iyi gəlir. Ona görə də ilk 3 ildə sallandırmaq lazımdır. Yəni, boş-boşuna mən uşağı hər gün axşam evə gələndə sallamıram. Sensor aktivlik, palmar refleksi hələ də inteqra olmayıbsa, bu uşağı hər daim əli suda və köpükdə onu hiss etməlidir. Üçüncü, vibrasiya, titrətməlisən. Yəni, tutub uşağı silkələndirmək yox, onu vibrasyon cihazın üstündə vibrasiyaya məruz buraxmalıyıq. Bu da interoceptik reseptorları və proprioseptik reseptorları aktivə edir. Daha sonra refleks inteqrasiya təlimləri, məsələn, ergoterapiyadır, psikoterapiyadır, duyu bütünləmə, logoped, bu təlimlər bura daxildir. Sensor aktivliyi bir də artıran çöldə, açıq havada yürüyüşdür. Bəzən valideynlər bu uşaq çöldə özünü apara bilmir, müəyyən səslər çıxardır, çevrədən xoş qarşılanmırıq deyə içə qapanırlar, evdə otururlar, amma əsla deyil. Çünki siz sadəcə özünüzü və körpənizi düşünməlisiniz. Ətraf çevrə nə deyər, əgər düşünsəniz, bu uşaq sağalmayacaq. Və uşağın hər dediyini oturub sakincə dinləmək və gərəkirsə dəfələrlə bu suallarına cavab vermək, ekrandan uzaqlaşdırmaq, bol-bol musiqi dinləndirmək və səbirli olmaq.
Təbii ki, autistik spektrum tək tərəfli deyil. Həm ana sağlığı, həm ata sağlığı çox önəmlidir. Əgər mövzu sağlıq problemlərindənsə, mitoxondriya biogenezisi aktivləşdirən, otofagiyanı sürətləndirən müalicə üsullarına üstünlük verməliyik. Əgər uşağın bağırsağı, mikrobiotası sağlıqlı deyilsə, bəslənmə mütləqdir, müalicənin başında gəlir. Necə ki, bəslənmənin nə önəmi var? Xeyr, axı söylədim, bu uşaqlarda əgər fizioloji liki qat önünə keçə bilmiriksə, patoloji liki qata dönə bilər və hər yediyi gluten bu uşağa zərər verə bilər. Məhz LPS dediyimiz kötü parazit, göbələk, bakteriyaların parçalandığı zamanı bu bağırsaq porları vasitəsilə qanla da beyinə keçirir. Əgər bağırsaq bağlanmayıbsa, beyində bariyerləri bağlanmayıb. Ona görə də buna leaky brain sindromu deyilir. İlk dəfə Amerikan bilim adamı Dr. David Clark bu leaky brain'i elmə gətirib və bu əgər ototoksinlər beyinə keçərsə, mikrogliyaları aktivləşdirir və inflamasyonu başladır və bu cürdə neuroinflammation dediyimiz bilim də buradan yaranır. Patofiziologiyası, az öncə söylədik, normal doğumla kesir doğumun, epigenetikanın təsirləri üstündə dayanmayacağım. Allergiya, yəni beyin inkişaf geyliyi mi allergiya yaradır, yoxsa allergik uşaqlarda mı beyin problemi olur? Təbii ki, ikisi də bir-biri ilə tərs ilişkilidir. Çünki neuroimmun sistemi inkişaf etməyən, yəni az öncə söylədiyim gibi parasimpatik sinirlər miyonizasyonu getməyib də primitiv reflekslər zamanında inteqrasyon getmirsə, bu allergik reaksiyanın artmasına gətirib çıxardır. Və allergiyaya görə də biz əgər antihistaminiklər versək, beyindəki ən güclü mediator olan histaminin qarşısını almış oluruq. Yəni, hər şey təbii yolla müalicə etməmiz lazımdır ki, bədən fiziologiyasına toxunmayaq. Normalda autistik spektrum, yəni normalda bu cür impulslar beyinə daxil olmalıdır. Yəni mən burada məruzə edirsəm, diqqətim sizdə və özümdə sunumumdadır. Koridorun dışarısında gələn səsləri beynim bağlamalıdır. Amma autistik uşaqlarda isə bir çox qıcıqlar, həm işıq, həm doktorun danışığı, həm çöldəki yoldan keçən maşın eyni zamanda impuls beyinə girdiyi üçün və beyində girdi-çıxdılar dediyimiz kortizol dəngəsi, HPA aksı, yəni hipotalami, hipofizar və adrenal vəz bu sistemdə qaç və dayan mexanizması doğru çalışmırsa, bu uşaqlarda stres yüksək və autistik spektrumun simptomlarını yapa bilər. Yəni, bir anda səs çıxardar, qulağını tutar və stereotipik davranışlar göstərər. İndi gəldik pasiyentimizə. Bu pasiyentimizdə öncəliklə sizin fikrinizi alacağım. Nə düşünürsünüz? Eşidir, amma özünü eşitməməzliyə vurur, sosiallıqdan qaçınır, nəinki uşaqlarla, hətta valideyninlə də oyun qurmaq istəmir, din-nitq inkişafında gerilik var. İlk simptom, yəni diaqnoz qoymaq olarsa, bu gün video ilə, çünki valideynlər bəzən bizə göndərirlər, doktor hanım, bu diaqnozu nə qoya bilərsiniz deyə. Tamam, bir dənə də başqa videosu. Adına reaksiya yoxdur, asosialdır, danışıq yoxdur, 1 yaşını keçib burada. Sərbəst gəzmir. Qısa sürəli göz təması var, amma anlamlı deyil. Öz aləmində, öz dünyasında olan körpə. Geri qayıdacağım.
Ana sağlığı autoimmun tiroidit, hamiləlik öncəsi detoks olmayıb, hamiləlik stresli keçib, uzaq qohum evliliyi bir nəvəsidir. Ata sağlamlığı, dağınıq sklerozu var, atada autoimmun xəstəlikdir eyni zamanda, asosiallığı var biraz, ata xəttində serebral palsi və inkişaf gerilikli uşaqlar var. Birinci hamiləlikdən birinci canlı, amma keser yolla doğulub, 38 həftəlik doğulub, ancaq hamilənin 30-cu həftəlisindən düşük risk olub və oligohidramniyozu var imiş. Əmmə funksiyası zəif, ana deyir ki, zar-zor sağaraq ana sütü verməyə çalışdım. 5 ay sadəcə yeyib, ondan sonra formula sütə keçib. İlk 7 ay düzgün D vitamin dozu verilməyib, ona görə də uşağın başı getdikcə makrosefali, önəmgəy bağlanmırdı, getdikcə önəmgəy böyüyürdü və günlük də kilo alması zəif gedirdi. Yəni, inkişafı hər keçən gün zəifləyən bir uşaq. Bağırsaq sancısı uzun müddətli kolik bir sancı var idi. Qidalara qarşı da allergik reaksiyalar verirdi və peymentləri də tam olmuşdu. 2 aylığında göz təmasının qurulmasını gözləyirik, amma olmayıb. 3 aylıqda qığıldaması olmalı idi, olmayıb. 4 aylıqda dönmə yoxdur. 6 aylıqda dəstəkli oturma yoxdur. 7 aylıqda dəstəksiz oturma yoxdur. 8 aylıqda iməkləmə yoxdur. Yox. Yəni bu uşaq neyroinkişaf geriliğidir. Bu uşaq autistik spektrum deyil və mənə gələnə qədər illərini mərkəzlərdə qoyub. Amma biz Əhməd, ən azından biz pediatr olaraq bu uşaqların öz üzərimizə düşən tərəfini haqqınca yerinə yetirməliyik. Yəni, bu neyroinkişafla kim məşğul olmalıdır? Əlbəttə ki, pediatr. Amma bir aspekt, autistik spektrum simptomlarını göstərən uşağa, tamam, sən mənlik deyilsən, həmən nevroloqa mərkəzə göndərmək, axı bu düzgün deyil. Bu uşağın gəzməsi də 1 yaş 8 aylığında gəzməyə başlayıb. Diaqnoz nədir? Ana hamiləlik dönəmində D vitamini və bir çox metabolizmasında zəiflik olub. Məhz bundan yola çıxaraq uşağı da ana sütü ilə də zaten D vitamini əksik axtarıb. Plus da D vitamin dozu da düzgün verilməyib. Bu uşağın çanağındakı asetabulum inkişafdan geri qalıb. Ona görə vaxtında oturmayıb, vaxtında gəzməyib. Və beyin sapı da, beyin ölçüsü də getdikcə makrosefaliya uğrayırdı. Və ilk gəlişindəki şikayətlər, başını divara vururdu, göz təması qısa sürəli idi, səsə qarşı reaksiyası yox idi, sosiallığı yoxdur, paltar geyinib soyunmağı yoxdur, oyuncaqları düzgün istifadə edə bilmir, oyun qurması, oyuna qatılması, hər şey yoxdur. Və videosunu dinləyin. Az öncə sual vermişdim, əl hərəkətləri nəyə görə? Bəs başını divara vurmağı nəyə görə var uşaqlar? Nəyə görə? Bəli, amma olaraq elmi tərəfindən, yəni neyroinkişafın səbəbi nədir? Uşaq ən çox da ön və yaxud da yan tərəfdən divara vurur. Bilirsiniz, mənim bu qədər dərin araşdırmacı olmağımın səbəbi nədir? Çünki mən hər oxuduğuma niyə, nə səbəbdən suallar vermişəm hocalarıma və hər zaman da cavab almasam da özüm axtarmağa çalışmışam. Bu uşaqlar deyirik ki, daxili dünyasından qopmuş uşaqlardır. Daxili və dünyamızı ortaya qoyan nədir? Yəni, biz hardan bilirik ki, biz acımışıq, biz hardan bilirik ki, bizim qarnımız ağrıyır. Bizim də bir daxili reseptorlarımız var. Yəni, bunlar interoreseptorlardır. Interoreseptik reseptorlarda frontal, temporal və parietal lobun arasındakı korteksdə yerləşir. Buna insular lob korteks yarığı deyilir. Məhz bu interoreseptiklər burada yerləşir. Məhz bu inkişafı geri qalan, yəni neyroinkişafı olmayan uşaqlarda təbii ki, bu yarıq da, sulcus da vaxtında inkişaf etməmiş olur. Və etmədiyi üçün də orada daim bir yanğı olur. Yəni, impuls gedir, deyir ki, artıq sən formalaşmalısan, artıq sən miyelizasiya uğramalısan və artıq sən olgunlaşmalısan. Habire impuls gedir, amma cavab yoxdur. Gərginlik, kortizol yaradır və uşaq da öz davranışını onunla göstərir. Yəni, uşaq başını divara vurursa, ana bunu anlamaya bilər, psixoloq bunu anlamaya bilər, amma nevroloq və pediatr bunu anlamalıdır. Fizik müayinəsi
uşaq boyu və kilosu 3%-in altı, yəni ciddi metabolik bir inkişaf geriliyi var. Ürəyində üfürümü var idi. Əl içi və ayaq altı büzüşmüş purşon dəri deyirik. Nitqi yox idi və inkişaf geriliyi var idi. Sorğulamada motor funksiyası geri, sensor geri, emosional geri, akademik bacarıqlar geri, avtonom xüsusiyyətlər geri və sorğulamanın anketində sağ beyin 2-ci dərəcə nevrodavranış geriliyi, sol beyində də 58 bal 2-ci dərəcə nevroakademik gerilik. İntegrativ müalicə yanaşmamızı yapdıq. Yəni 3 mərhələli, hər biri 3 ay olmaqla öncəliklə bədən detoksu, yəni integrativ tibbin məğzi də məhz burdadır. Öncə təmizlik yap, öncə detoks yap, bədəndəki toksinləri arındırdıq, izopatik və diyeta terapiyaya saldıq. Daha sonra turşu qələvi müvazinətini toparladıq. Yəni bilirsiniz ki, xroniki bir inflamasiya varsa, təbii ki, ortamda asidozluq var. Ona görə də asidozu ortadan qaldırdıq. Orta molekulyar terapiya, yəni ciddi vitamin, mineral defisiti var idi. Onu toparladıq. Plastisitəyə yönəlik, yəni beyində neyroinkişaf gerili olduğuna görə bu sinapsların doğru çalışması üçün, beynin funksional əlaqələrinin bərpası üçün buna yönəlik preparatlardan istifadə etdik və təbii ki, fizioterapiya. Bunu bir komanda şəklində yapmaq istəyərdim, amma maalesef mənə qədər bir çox doktorlar gəzdiyi üçün valideyn sadəcə mənimlə yola çıxmaq istədi və başdan sona qədər mən bunu tək aparma və bir də psixoloqla bərabər apardıq və müalicənin sonunda bunu ötürə bilərik bu əvvəlki videolarda. Yok, videonu. Mümkün değil, tamam. Onda ellerimi kaldır yukarı. Aferin. Ayaklarını da kaldır. Şimdi sağ, tezden kaldır. 1, 2. 1, az 2. 1, 2. Ay sağ ol. Şimdi düz aşağı dön. Düz aşağı sonra. Ay sağ ol. Ellerini kaldır havaya. Ellerini havaya kaldır. Yok, ellerini. Ay sağ ol. Öyle değil. Kabağı uzat ve kabağı kaldır. Ay sağ ol. Kaldır havaya. Tamam. Şimdi ellerini yana uzat. Şimdi kaldır havaya. Kaldır havaya. Ayaklar ellerinde. Ellerinde kaldır. Ayaklarını tut. Arkada ayaklarını tut. Tut. Şimdi kabağa dala yerlen ayaklarını. Böyle sık özüne doğru getir. Sık getir, yerlen. Başaracaksan. Evet diyorum. Tamam. Pişik kim otur? Yok, yine yok da. Dörde ay sağ ol. Şimdi başka aşağı eğer, ayaklarını denemiştim. Başka aşağı eğer, aferin. Tonik boyun refleksi. Herhangi bir problem yoktu. Yine aşağı eğer. Ay sağ ol. Yukarı kaldır. Ay sağ ol. Şimdi başı bana doğru dön. Başı değil bana doğru. Bana bak. Bana sağ. Şimdi o tarafa bak. Kol bükümür. Asimetrik tonik refleksi normal. Yine bana bak. Ne kalk? Yukarı bak. Ayaklarını yap. Deyilənləri anlayır. Yok, belen uzat. Düz. İkisini de. Arsa. Bu tarafa da yap. Bir de anaya doğru bak. Yok. Ellerine yok. Başından bak. Başından dön. Arsa ol. Şimdi sola bak. Bir sağa bak. Arsa ol. Beyin balansını qorumuş olur. Sağa elə bitirir. Öpücüyü gönder. İndi özünü səhnəyə dəvət edə bilərik.
Musiqi verə bilməz misin? Yavaş yavaş. Hidayətə küçük hədiyyəmiz var. İnşallah ki artıq bu kötü hekayə bu ayın battığı kimi geçmişdə qalsın. Və yeni bir günəşin doğduğuna görə onu təbrik edirəm.